Günəş, ay və yüksələn bürcü eyni şey deyil və insanların çoxu özünü yanlış tanıyırlar. Çünki sadəcə Günəş bürcünə baxırlar. Halbuki astrologiyada üç əsas tərəf var. Biri kimliyin, biri duyğuların, biri isə insanların səni necə gördüyüdür. Bu üçü eyni bürcdə olsa belə tamam fərqli xarakterlər yarada bilir. Günəş bürcü sənin mən buyam dediyin tərəfdir. Xarakterin, eqon və həyatda necə var olmaq istədiyini göstərir. Məsələn, Günəş Şir bürcündədirsə, həmin insan təbii olaraq görünmək, diqqət çəkmək və həyatın mərkəzində olmaq istəyir. Bu onun şuurlu kimliyidir. Ay bürcü isə heç kimə göstərmədiyin tərəfdir. Daxili dünyanın, incindiyin nöqtələr və emosional ehtiyacların burada gizlənir. Məsələn, ay bürcü şir olan biri kənardan sakit görünə bilər, amma daxildə daim görünmək, dəyərli hiss edilmək, təsdiqlənmək və önəm verilmək istəyir. Yəni onun əsl əsas tərəfi ay bürcündə işləyir. Yüksələn bürcü isə insanların səni ilk gördüyü andakı təəssüratlarıdır. Sən tanımadan belə sənə biçdikləri görüntüdür. Məsələn, yüksələni şir olan biri daxilində nə yaşayırsa yaşasın, kənardan güclü, diqqət çəkən və özünə güvənən biri kimi görünür. İnsanlar onun daxilini yox, ilk gördükləri enerjini hiss edərlər. Yəni, eyni şir enerjisi belə üç fərqli yerdə üç fərqli insan yarada bilər. Bunlardan biri kimlik, biri duyğu, biri isə maskadır.